Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizlərə çox gözəl axtardığımız həyət evini təqdim edirəm. Xahiş edirik, videomuzu sona qədər izləyəsiniz. Videomuzu sona qədər izləyin ki, ev haqqında bütün məlumatları sizin nəzərinizə çatdıracağım. Değerli izləyicilər, evimiz şəxsi istifadə üçün tikilən evdir. Ümumi 3 sot yarım torpaqda tikilib, 3 mərtəbəlidir. Yerləşmə ünvanı Saray qəsəbəsi sarayın girişindədir və evin həyətində gördüyünüz kimi yay mətbəxidir. Değerli izləyicilərim, bildiyiniz şəxsi tikili həyət evidir. Tam keyfiyyətlə tikilmiş evdir. Həyətində hər cür bar verən meyvə ağaclarıdır. Baxın, belə bir gözəl xarici görünüşə malik həyət evidir. Və hətta həyətində toyuq düzəsinə qədər var değerli izləyicilər. Bütün şərait hamısı qurulubdur. Həyətində burada yay mətbəxidir. Gördüyünüz kimi belə bir gözəl yay mətbəxi var değerli izləyicilərim. Və bir də yay mətbəxinin aşağı hissəsində də 10 tonluq izolyasiya olunmuş içməli su baseynidir. Yenə də evimizin xarici görünüşünü sizə təqdim edirəm. Qarşı tərəfdə texniki otağıdır, həyət üçün ayaq yolusudur və burada toyuqların hilidir. Tam şəraitli, gözəl, istədiyiniz həyət evi bax budur. Mərkəzi prospekt yola yaxındır. Qiymət 175 min manatdır. Ümumi 3 sot yarım torpaqda tikilib değerli izləyicilərimiz. Vaxtınızı almadan keçək evin daxilini sizlərə tanış edim. Gördüyünüz kimi belə bir gözəl geniş, burada qarşı tərəfdə balkondur və evimizin giriş dəhlizidir. Döşəmə, istipu. Həqiqətən çox mükəmməl, çox gözəl bir evdir. Girişin sağ hissəsində mətbəx, hamam otağı yerləşir və sol hissədə burada değerli izləyicilərimiz qonaq otağıdır. İlk öncə qonaq otağı ilə sizlərə tanış edim. Döşəmə, hər bir mərtəbə parketdir değerli izləyicilərimiz. Tam keyfiyyətli bir evdir. Şəxsi istifadə üçün, şəxsi yaşam üçün tikilmiş evdir. Qonaq otağımızın da ölçüsü kifayət qədər genişdir. Həqiqətən çox mükəmməl bir evdir. Hər kəsə qismətdir. Allah xeyrin versin. Və burada birinci mərtəbəmizdə mətbəxdir. Gördüyünüz kimi belə bir gözəl mətbəxi var. Tavan hissəsidir bu da. Bu isə hamam otağıdır. Maşallah hamam otağı da genişdir değerli izləyicilərim. Döşəmə, istipu, kerama qranitlə üzərilibdir. Ev şəxsi istifadə üçün tikilən evdir və indi isə qalxaq ikinci, üçüncü mərtəbəyə otaqlarla tanış olaq değerli izləyicilərimiz. Həqiqətən çox keyfiyyətli bir evdir, tərifə layiqdir. Qiymət də ki sərfəlidir. Bazar qiymətindən aşağı qiymətə təcili satılır. Döşəmə yenə də parketli değerli izləyicilərim. Şam ağacı deyil, yəni parketlə üzlənilibdir. İkinci mərtəbədə yerləşən hamam otağımızdır. Burada gördüyünüz kimi kollektor sistemidir. Bir yataq otağımız burada yerləşir. Otağın özünə məxsus burada qardirobudur. Və üçüncü mərtəbəyə qalxan pləkandır. Növbəti bir yataq otağımız da buradadır. Değerli izləyicilərim, gördüyünüz kimi otaqlar genişdir, işıqlıdır. Hər bir otağına günəş şüası tam rahatlıqla düşür. Pəncərələri də birbaşa evin öz həyətinə baxır və buradan da balkona çıxışdır. İndi isə değerli izləyicilərimiz, üçüncü mərtəbədə mansardla da sizlərə tanış edim. Gördüyünüz kimi pləkan genişdir, tam rahat yaşam üçün tikilmiş evdir değerli izləyicilər. Həqiqətən çox mükəmməl, çox gözəl bir evdir. Bu üçüncü mərtəbəmizdə yerləşən mansarddır. Gördüyünüz kimi tam keyfiyyətlidir. Yenə də döşəmə parketdir. Qiymət 175 min manat. Sarayın girişində mərkəzi prospekt yola tam yaxın yerdə yerləşir. Yerləşmə ünvanı çox gözəl, əla bir yerdə değerli izləyicilər. Qiymət də 175 min. İzlədiyiniz üçün təşəkkür edirik.